Metroda diferensial tarif modelinin tətbiq oluna biləcəyi ilə bağlı xəbər ictimaiyyətdə bir mənalı qarşılanmayıb. Qlobal Infoza danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, diferensial qiymət siyasəti artıq dəmir yollarında tətbiq olunur. Stat: metroda tutaq ki, kimsə 2 dayanacaq gedirsə, 60 qəpik yox, ola bilsin 30 qəpik və ya 40 qəpik ödəsin. Yaxud 10 dayanacaq gedən 60 qəpik ödəyir, 15 dayanacaq gedən isə 80 qəpik verir. Yəni bu fərqli bir yanaşmadır. Sadəcə olaraq hesablamanı həssas formada təhlil etmək lazımdır. Yalnız ciddi təhlillərdən sonra qərar vermək olar və vətəndaşa da, Bakı metropoliteni QSC-yə də zərər dəyməməsinə çalışmalıyıq. Ona görə də sözgedən məsələni tezliklə həll etmək mümkün deyil. Hazırda ciddi təhlillər aparılır, araşdırmalar gedir. Burada elə bir addım atmaq lazımdır ki, bütün yük sərnişinlərin 50%-dən çoxunun üzərində qalmasın. Paralel olaraq, düşünürəm ki, diferensial tariflə bağlı qərar əks effektə verə bilər. Məsələn, uzaq məsafələrə metro ilə səfər edən insanlar çoxdur və qiymət artımı zamanı onlar daha çox ödənişlə üzləşsələr, məcburən şəxsi avtomobillərə üstünlük verəcəklər. Çünki düşünə bilərlər ki, onsuz da eyni pulu xərcləyirəm, elə isə maşınla gedim. Ola bilsin, bəziləri keçməsin və düşünsün ki, metro digər nəqliyyat növləri ilə müqayisədə daha üstündür. Hər cür variant mümkündür. Buna görə də yeni model üzərində ciddi şəkildə düşünmək lazımdır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.